Axşamınız xeyir. Article 2025 Aynur Həmidovanın mövzu sınağı. Artiklı izah eləyim. Deməli, demişdik ki, məşhur tikili abidələr artiklla işlənir. Sifətin üstünlük dərəcəsi most özündən sonra sifət alarsa, artiklla işlənir, z artiklına. Amma ölkə adı artiklsız işlənir. Gəldik bura. Oynamaq sözü oyun adı alarsa artikl almır. Amma musiqi aləti alarsa artikl alır. Və her onun deməkdir. Nə demişdik? Demişdik apostrof s, s apostrof, his, her, our, yəlik əvəzlikləri, sonra this, that, işarə əvəzlikləri. Ümumiyyətlə, əvəzliklərdən sonra artikl işlənməz. Ona görə düzgün variant qalır. Yalnız D. Gəldik bura. Aha, burada isim var. Bilmirəm, bu müəyyəndir, müəyyən deyil. Əgər isimdən sonra bir əvəzlik gələrsə, relative pronoun, nisbi əvəzlik gələrsə, mən bura bilirəm ki, hansından söhbət gedir. Bax, sən tanıyırsan insanları, kim ki yaşayır. Artıq biz bilirik bu hansı insandır. Çünki burada onun izahını verdik, təyin etdik. Bu zaman the people, bir də işarə əvəzlindən sonra heç nə işlənmir. Ona görə A variantı. Demişik ki, article isimləri, yəni adam adlarında sevməz, amma soyadlar cəm olarkən Z artiklı ala bilər. Və North of Netherlands. Netherlands hansı ölkə idi? İstisna olan ölkələrdən idi ki, Z artiklından işlənir. Çünki bilirik ki, biz ölkələr Z artiklından işlənə bilməz. Amma Netherlands istisna olan ölkələrdəndir. Bir də cəhət bildirirəm, istiqamət bildirirəm. Niderlandın şimalı deyirəm. Onda Z artikl olur. Gəldik bura. Demişik ki, tarix adları, fənn adları, elm adları, xəstəliklər, bunlar artiklsız işlənir. Düzdür? Əgərlərim dərsdən danışıramsa, fəndən yox, dərsdən danışıramsa, a history lesson deyə bilərəm. Çünki dərsdən tarix dərsi. Amma tarixdən söhbət gedərsə, məsələn, I like history. Bu fəndən danışır. Fən artikl almır. Ona görə nə olacaq? Y. Və demişdik, iki isim yanaşı gələrsə, ikinci ismə baxmalıyıq. Mütləq qarşısında artikl olmalıdır. Burada bir isimdir və bu tarix fənni bildirir. Ona görə artiklsız işlənir. Gəldik bura. An hour, bir saat, and a half və yarım. Oldu bu saat yarım. Əgər burada half an hour olsaydı, yəni saatın yarısı, yəni 30 dəqiqə mənasındadır. Half sözü yadınızda saxlayın. İkinci gəlibsə, hour and a half olmalıydı. Hour da n-lə verilməliydi. Çünki burada bir saat və yarım sözü var bu. Half an hour olmalıdır. Yadınızda saxlayın. Half sözü ikinci gəlirsə, mütləq artiklla işlənir. Ona görə düzgün cavab E. Gəldik bura. E yəni. Last sözü. Last sözü burada zaman zərfi alıb. Year, month, yadınızdadırsa, week, zaman zərfi alıb. Bu zaman boş olacaq. Heç bir artikl almayacaq. Düzdür? Ukrayne'də istisna ölkədir ki, Z ilə işlənir. By sözü birbaşa nəqliyyata yapışır. Yəni, ortada heç nə olmaz. Gəldik bura. 14. United sözü artiklla işlənər və Great Britain sözü artiklsız işlənər. Gəldik bura. Bütün səhralar istəyir orada səhra sözü olsun, istəyir olmasın. Artiklla işlənər. Səhra burada tək isimdir. Heç bir xüsusi isim deyil, ümumi isimdir. Düzdür?
ümumi isim olanda bir səhradır deyirəm. Bax, Sahara bir böyük səhradır, bir qəşəng səhradır. Harda? Afrikada. Ölkə adıdır. Ölkə adları nə olur? Artiklnan işlənmir. Ona görə heç nə qoymuruq. Gəldi bura. From, okean nədir? Okeanlar, çaylar, bunlar nə olur? Mütləq artiklnan işlənir. Atlantikdə artiklnan işlənir. Çünki okeandır, bu da çaydır. Nil çayı. Demişik ki, bütün su hövzələri nə olur? Artiklnan işlənir. Nə olacaq düzgün cavab? C, Z, E, boşluq, Z, Z. Ona görə C. Demişdik United, Emirates, Kingdom, sonra State sözləri varsa birləşmələr. Bu zaman artikl qoyuruq. Mostdan sonra sifət gəlibsə artikl qoyuruq. My life. My nədir? Yəlikdir. Yəlik özündən sonra artikallar almaz. Gəldik bura. Temza çayı hər zaman artikllandır. Niyə? Çünki çay adıdır. Körpülər nə olur? Artiklsız işlənir. Heç nə qoymadıq. Düzgün cavab 17-də B. Gəlirik bura. Tayvan Çinin ən böyük o adasıdır. Nə verəcəyik biz bura? Tayvan bir dənədir. Yanında heç nə yoxdur. Ada tək olanda artikl qoymuruq. The largest olursa üstünlük dərəcəsidir. Z qoyacağım. Ölkə adında da artikl olmur. Variant 18-də A. Gəldik bura. Japanese. Bilmirəm bu xalq deyil, yoxsa dil deyil. Burada regard var. Hörmət etmək, salamlamaq. Bu dilə aid deyil, insanlara aiddir bu feil. Düzdür? Bu Secret Mountain. Fuji'ni sacred, müqəddəs dağ bilir. Dağ kimi hörmət edir. Düzdür? Demək, burada xalqdan söhbət gedir. Yaponlar hörmət edir. Fuji bir dənə dağdır. Tək dağlarda artikl qoymuruq. Ona görə variant A. Gəldik bura. Yanvar, fevral, ümumiyyətlə aylar nə ilə işlənir? Artiklsız işlənir. Sifətin üstünlük dərəcəsi artiklnan işlənir. Adalar cəmdirsə artiklnan işlənir. Demişdik ki, ümumiyyətlə coğrafi adlar cəmlidirsə artiklnan işlənir. Okeanlar artiklnan işlənir bütün sövzələri. Sıra sayıları artiklnan işlənir. Gəldik bura. Gobi bir səhradır. İstəyir yanında səhra sözü yazılsın, istəyir yazılmasın. Mən bilmirəm bu səhradır yoxsa yox. Amma burada baxıram ki, yazıb ki, ən böyük səhradır. Ona görə bildim Gobi səhradır və öyrənmişəm ki, səhralar artiklnan işlənir. Sifətin üstünlük dərəcələri artiklnan. Asiya qitəmizdir, artiklsız. Materiklər, qitələr artiklsız işlənir. Gəldik bura. Bragans, bilmirəm Bragans nədir, Bragans, bilmirəm nədir. Şəhərdir, ölkədir. Görün, burada yazılıb ki, şəhərdir. Gördünüz? Çünki biz bütün coğrafi adları əzbər bilməliyik deyə bir qanun yoxdur. Mümkünsüzdür bu. Amma cümlənin içərisində onu göstərir ki, bu şəhərdir, yoxsa səhradır, yoxsa çaydır. Görürsünüz, burada necə göstərib, bax. Gobi, bilməsəm də göstərir ki, səhradır. Burada bilməsəm də göstərir ki, şəhərdir. Ona görə burada şəhərlərin qabağında heç nə qoymuruq. Sıra dağları cəmdə də görürsünüz, mütləq ki, artikl qoyacağım. Constant sözü lake varsa artiklsız işlənir. Nə oldu cavab 23-də? D. Gəlib bura. Yenə Egypt, bilmirəm. Ölkədir, şəhərdir, çaydır, dağdır. Gəlirəm, baxıram, ölkəymiş. Ölkədirsə, ölkələrin qabağında işlənmir artikl, düzdür? İndi nə etməliyəm? Baxıram, burada country ümumi isimdir, sayılan isimdir. An ancient country. Burada North Africa yanaşı yazıb, birbaşa yazılıb. Ona görə artikl qoymuram. Çünki Şimali Afrika ölkədir. Ona görə 24-də variant ən boşluq. Gəldik bura. Musiqi alətləri nə ilə işlənər? Z ilə.
Oyun adları nə ilə işlənir? Heç nəsiz. C. Jupiter. Burada planet sözü yoxdursa, bax düz yanında. Mən buna heç nə verməyəcəm. Amma yanında planet sözü olsaydı Z qoyardım. The planet Jupiter. Ona görə burada içinə qoymuram. Amma burada planet sözü yazılıb. Zaten göstərir ki, bu planetdir. Mən də qaydada oxumuşdum ki, planet sözü, yanında planet sözü varsa, necə ki, peninsula, language sözü, yanında varsa Z qoyurduq. Yanında deyilsə qoymuram. Amma burada özü sayılan tək isim olduğu üçün və sıra sayı var burada. The fifths sıra sayı var. From tək olan səma cisimləri Z ilə. 26'da cevap C. Demiştik Kingdom, Republic, States, Emirates. Bunlar nə olur? Z alır. Country sayılan tək is a country. In East Africa. East Africa. Yanaşı gəlb. Ortasında of yoxdur. Demək nədir? Ölkənin adıdır. Neynəyəcək? Z-siz qoyacaq. Variant 27'də A. Gəldik. Ara. Ramazan, bayram adları. Bayram adları artiklsız işlənir. Holiest sifətin dərəcəsidir. Z ilə qutaracaq. Boşluq 28'də B. Gəldik bura. Take a shower duş qəbul etməkdir. E1, E-li ifadələrin içərisindədir. Have breakfast amma bilir ki, səhər yeməyi, günorta yeməyi, axşam yeməyi artikl almır. Qabağında təyin edici yoxdur. Gəldik bura. Biz demişik ki, televizora baxıramsa, burada artikl nə olur? Olmur. Amma ifadə var. Bir dəqiqə. Bir dəqiqə. Qələmim işləmədi. Aha. Televizora baxıramsa, burada artikl qoymur. Qutusu nəzərdə tuturamsa, mebel kimi, əşya kimi qoyaram. Go for a walk isə ifadədir. Go for a walk. Nə oldu? Bir variant. Adalar cəmdədir. Z qoyacam. Mostdan sonra sifət gəlib. Z qoyacam. Və salam. Burada nə verib? Back office sheet. Burada nə deyəcək bizə? I wrote her. Her nədir? Yəlikdir. Yəlik hal, yəlik əvəzliyindən sonra artikl qoymur. Düzdür? On sözünüdür və baxın, back var, arxası. Biz demişdik ki, nədir? İstiqamət bildiririk. Sağı, solu, yuxarısı, aşağısı, mərkəzi Z artiklından işlənir. Ona görə variant D. Gəldik bura. İşarə əvəzliyi var. Heç nə qoymaram. Mostdan sonra sifət var. Z qoyaram. Düzdür? Gəldi nə variant oldu? 33'də C. 34. Mostdan sonra isim var. Demək mən bura heç nə qoymayacağım. Düzdür? Və burada nə var? Scotland. Ölkə adıdır. Heç nə qoymayacağım. Oldu. 34'də cavab A. Gəlirik bura. Yenə mostdan sonra isim var. Heç nə qoymayacağım. The radio sözü ifadədir. On the way ifadədir. On the way to work, on the way home. 35'də cavab nə olacaq? B. İfadələri əzbərləmək lazımdır. Okey. Nə göndərib mənə deyir? Postkart göndərib. İsim sayılan tək ismidir. Mənə bir postkart göndərib. Düzdür? Ölkə var. Ölkələr artiklsan işlənir. Artiklsız işlənir. Last sözündən sonra zaman zərfi gəlirsə artiklsız işlənir. Oldu 36'da C variantı. 37'yə baxaq. United States'in prezidenti deyirəm. Kim? The President. Demişdim titullar mütləq artikldan işlənir. Əgər özündən sonra ad yoxdursa, ad soyad. Məsələn, Heydər Əliyev, İlham Əliyev, George Bush və s. Bu zaman təkcə titul verilib, ad yoxdursa Z artikl qoyacaq. Düzdürmü? Gəldik bura. United States mütləq Z ilə, yenə lastdan sonra zərf verib zaman zərfi. Nə olacaq? Heç nə olmayacaq. Gəldik, oldu nə? Z boşluq B. 37'də.
38-ə baxaq. Ölkə adıdır. Land olanda çaşmayın. Land deyirsə ölkədir. England. English'dan çaşmayın. English dildir, amma England ölkədir. Land. Torpaq yadınızda saxlayın. Ona görə ölkələrin qabağında article olmur. Düzdürmü? A unit. Düzdür. An easy olmalıydı. Müəllimə, bəs deyirdiniz olmaz. Bu İngilisdir. İngiltərə yox. İngilis. Bir İngilis adam. İkinci ismə baxıram və bu artikel buna aid. Ona görə oldu nə? 2, 3 variantdır. 39-a baxaq. Story sayılan tək isimdir. Ona görə nə qoyuram? An incredible. Çünki bu buna aiddir. Bir inanılmaz hekayə. About. Yenə adam adı yoxdur burada. The President of America. Ölkələrin qabağında olmayacaq. Amma titullar adsız işlənirsə Z artiklı qoyacaq. 39-da cavab oldu. B. Gəldik 40-a. Sıra saydı. Sıra sayında nə verərik? The. İstiqamət sağ, sol, yuxarı, aşağı, mərkəz. Həmişə Z. Ona görə bu variant. Gəldik bura. Gəlim. An honorable. Honorable. An honorable. Bu H ilə başlayan ifadələri əzbərləmək lazımdır. An honorable person. Doğrudur. Sonra news sayılmasa da bu article ikinci ismə aid. Bu da doğrudur. Amma ikinci isim cəmdədirsə qoymaram. İkinci isim cəmdədirsə qoymaram. 1-2 cavab Y. Gəlirəm bura. Ümumi isim deyirəm. Ümumi məlumat verim. Deyirəm ki, balinalar ən böyük, dünyanın ən böyük məməliləridir. Düzdür? Və yaxud da biggest animals, heyvanlarıdır. Düzdür? Balinalar dünyanın ən böyük heyvanlarıdır. Ümumi məlumat verirəmsə, cəm isimlə qarşısında heç bir artikel vermərəm. Sifətin üstünlük dərəcəsində Z verəcəm. World sözü dünyada bir dənədir. Mütləq Z artiklı. In the world. Bu ümumiyyətlə ifadədir. Əzbərləmək lazımdır. Bitdi.